Salamlar və sayğılar sunulur. Əziz və hörmətli vətəndaşlar və soydaşlarımız dünyanın hər bir yerindəki mənim səsimi dinləyirlər. İlk hər nədən öncə minnətdarlığımı bildirirəm Güney Azərbaycan səsinin dəyərli və hörmətli və əziz əməkdaşlarından başda Araz bəy olaraq bu fürsəti təkrar bizə verdikləri üçün ki, millətimizlə birgə bərabər olaq yenicən və nacizanə fikirlərimizi millətimizə sunaq. Aya İran hökuməti rasist bir hökumətdir? Aya İran rejimi rasist bir hökumətdir? Qətvən rasistdir. Əgər bir hökumət inanır ki, onun bir iddə insanın daha üstünlüyü var digər insanlara, etnikindən gələn parametrlərdən dolayı bu rasistdir. İranda var, qətiyyən var. Türk adların qoyulmağı yasaqdır. Dükanlardan tutun, fabrikalara gedin, idamə yetişin və insanlar adların belə türkcə qoymaqda çətinlik çəkirlər. Bu farscaya yoxdur ki, heç rəsmi qanundur. Verilibdir ki, siz türkcə adı qoymayacaqsınız, farsça ad qoyacaqsınız. Bu apaçıq, aydıncasında dünyanın harasında aparsan deyirsən, belə bir qanun var deyə da mənə tozih vermək idaməsin. Bu rasizmdir. Çünki sənin kimliyindən gələn türk dilini yasaqlayıb və onun öz kimliyindən gələn fars dilini səninkinə üstün tutub mucaz bilib. Bu bir nümunə. UNESCO-nun gedib siz bəyannamələrini vərəqləsəz, ana dilində eğitim, yəni təhsil B zəbanə madəri elə bir haqq və elə bir qanundur ki, söz qonusu belə ola bilmir. Yəni o qədər bədihi bir qanundur, o qədər bədihi bir haqqdır ki, sən öz ana dilində gərək oxuyasan da, əslən bu bədihi bir zatdır. İranda bu yasaqlanıb. Yasaqdır. Türkcə gedib mədrəsələrdə oxumaq yasaqdır. Farsça azaddır, qətiyyən azaddır. Bu da ikinci bir böyük bir nümunə. İranın rasist bir rejim olduğundan. Musiqimizin yasaqlanmağından tutun, kültürümüzün yaygınlaşmasının qabağı alınmaqdan tutun. Bunlar özü bir tərəf və bunun kənarında fars müziğinin, fars kimliyinin İranda yaygın şəkildə hökumət əlinə yayılmasını da qoyun bir tərəfə. Bu ikisi yan-yana gələndə olur nicatpərəstlik. Yaxud gəlin yetişin suni şəkildə bilərəkdən İranın haşiyəsində, yəni millətlərin yaşadığı, qeyri-fars millətlərin yaşadığı yerlərdə kasıblıq yaratmaq və oradakı olan insanları məcbur edib, köçə məcbur edib İranın mərkəzinə köçdürmək və orada əl altı, yəni kölə kimin işləməyə məcbur etmək. Bu da səbəb, bu da nümunələrdən birisidir. İran hökuməti bilərəkdən etniklərə, qeyri-farslara zülm edir. Saydıq neçə dənə nümunələri və minlər dənə də bundan sonra saya bilərik. Uzun sözün qısası. İran hökuməti təriflərə dayalı, Sazman Miləlin yazdığı mənşura dayalı, beynəlxalq orqanların yazdıqları bəyannamələrə dayalı, açıq, rəsmi, konkret şəkildə bir rasist, bir nicatpərəst rejimdir. Aya milli hərəkət rasisti bir hərəkətdir? Aya milli hərəkət nicatpərəstanə bir hərəkətdir? Qətvən deyil. Cavabı bir dənə böyük yoxdur. Xeyr. Düşmanlarımız bilərəkdən bizi məhkum edirlər ki, siz nicatpərəstsiniz. Ki biz danışığımızdan, qoftumanımızdan, millətçiliyimizdən vaz keçək. Deyək, bəs biz nicatpərəst olsaq, gələk bu sözləri deməyək da, millətçilik eləməyək da, gələk gedək o bədilinə, gedək ayrı bir yol seçək. Düşmanımız bizi yolumuzdan caydırmaq üçün gəlir deyir, sənin düşüncən nicatpərəstanədir, bir halda ki, deyil, ki biz yolumuzdan caydırsın. Bu tablodur. Və nə yazıq ki, bəzi milli fəallar, hətta belə təşkilat səviyyəsində çalışanlar, təşkilatın üst düzeyində bəzi təşkilatların olan şəxslər də bu tora düşürlər. Yəni biz deyəndə biz nasionalistik, düşman bizə suslar yox. Desən nasionalist, desən millətçi, pəs sən yəni ırqçısan, pəs sən yəni nicatpərəstsən. Düşman bunu deyir, mən düşmana cavab verməkdən öncə mənə dostca davranan milli hərəkət içində şəxs düşmandan öncə düşür mənim canıma ki, gördün düşman sənə dedi nicatpərəst, pəs sən nicatpərəstsən. Bir halda ki, şəxsin özü başa düşməyib hələ ki, düşman zaten bunu deyəcək də, düşman zaten şərr atacaq, düşman zaten böhtan atacaq, düşman zaten çalışacaqdır ki, sənin kimi şəxslərin savadsızlığından qullansın, milli hərəkəti çırpsın.
özümüzü özümüzlə qarşı-qarşıya gətirsin. İnsan istəmir ad aparsın, ad aparmayacağım da. Bir şəxslər vardılar, milli hərəkət içində milli təşkilat sahibidirlər güya. Və biz neçə illərdir hələ bəhsimiz sonuca çatmayıbdır ki, bu şəxsləri başa salaq. Millətçilik nicadpərəsti deyil. Və hər zaman bəhs eləyəndə görürsünüz ki, hə, siz desəz nasionalistsiniz, bizə deyirlər, baxın, siz desəz nasionalistsiniz, yəni siz nicadpərəstsiniz. Hə, neyniyək be? Hə, gəlin insansevərlikdən danışaq. Ki, insanın da bir kimliyi olmur, insan göbələş deyil ki, sən insan olaraq bir etnikə bağlılığın var. Görürsünüz, hər bir zat olduğunda, ərz elədim, düşməndən öncə bunlar başlayırlar bizi suslamağa. Bir yerdə bir bayraq, bir plakart, bir zat çıxır, düşmandan öncə görürsünüz, öz içimizdə olan savadsızlardılar ki, başlayırlar, bu radikalizmdir, bu radikallıqdır, heç bilmir radikal nədir, heç bilmir radikalizm nədir. Görürsünüz, bir yerdə bir şuar, bir slogan verilir, düşmandan öncə görürsünüz, bunlar başlayırlar ki, bu şuar, bu verdiniz, ha, bu nicadpərəstidir. Heç bilmir nicad nədir, reis nədir, reislə neşinin fərqi nədir, millətlə etnikin fərqi nədir. Hə, milli hərəkət münfəilli olub və bir Allah kəsən bilmir infial nədir. Heç bilmir hərəkət nədir, mübarizə metodları nədir, həzinə fayda nədir, zaman sənci nədir. Nicadpərəsti bəhsinə gələndə, ırqçılıq bəhsinə gələndə də milli hərəkət lap o bəri başdan, yaranışından indiyə qədər hər zaman buna məhkum olubdur. Ki, sən nicadpərəstsən. Bir zamanlar dedilər pan-türksən, sonralar dedilər pan-azərisən, bir pan yapışdırdılar. Və indilər də elə davam edilir o istiqamətdə. Siz nicadpərəstsiniz, siz ırqçısınız. Və bu məsirdə ərz elədim, içimizdə olan şəxslərdən də qullanırlar. Və üçün milli hərəkət bu qədər gözəl və bu qədər şəffaf, ap-açıq, eyni halda ki, millətçiliğin ortaya qoyur, eyni halda rasizmlə, yəni nicadpərəstlikdən fasiləsini saxlayır və illər boyu indiyə qədər gözəlcəsinə bunu başarıb, indiyə qədər gətirib çatdıra bilib və heç pürçün və heç bir irad görsətməyib, düşmən əli boş qalıb, bizim necə çırpsın? Düşmən əli boş qalıb, necə sabit eləsin ki, milli hərəkət rasistdir? Düşmən qalıbdır, necə sabit eləsin? Necə bu iddiasının altını doldursun ki, milli hərəkət nicadpərəstidir? Bunu doldurmaq üçün gəlir, əli hər yerdən üzülüb, gəlir bir yandan içimizdə olan bəzi şəxsləri qullanır, savadsızcasına salır bizim canımıza. Bir ayrı yandan da gəlir bəzi şüarlarımızı, milli hərəkətdə bəzi verilən şüarları seçir. Deyir ki, baxın, bu şüar nicadpərəstanə şüardır. Hə. Bəs onda bütün milli hərəkət olur nicadpərəst. Bütün bu şüarı verir. Ona görə önəm daşıyır ki, bu bəhsin burasında bu şüarlara da bir toxunaq. Görək, aya rejimin dediği və milli hərəkətin içində bəzi şəxslərin dedikləri doğrumu ki, bizim bəzi şüarlarımız rasistdir ya nicadpərəstanə yük daşıyır, ya yanlışdır? Milli hərəkətin siz şüarlarına baxdığınızda bir çox şüar səslənilir aksiyalarımızda. Və bəlli şüarlarımız var da, yəni bold olan şüarlar var və yenicə yaranan şüarlar da çox olur. Stadionlarda səslənilir, xiyabanlarda keçirilən aksiyalarda səslənilir, duvar yazılarımızda səslənilir. Siz bunlara bir göz atın, mən şəxsən göz atdım, neçə zamandır uğraşıram bu məsələ ilə. Bir dənə belə sloganımız yoxdur ki, bizim nicadpərəstanə məfhum daşısın. Bir dənəsi yoxdur. Və təbii olaraq, vaxtı rejimin və düşmanlarımızın, digər düşmanlarımızın əli bu qədər boş qalır, gəlir qondarma şəkildə nicadpərəstanə yükü olmayan şüarlarımızı götürür, zorla deyir ki, bu nicadpərəstanə bir şüar idi. Və nə yazıq ki, indiyə qədər bəlkə balaca məhfillərdə toxunmuş olar, amma yaygın şəkildə heç kəs çıxıb bunu bir dəfə açıqlamır və bir dəfə demir. Çünki desə, ola bilər ki, bir dənə örnək olsun düşmana, desin, hə, baxın, bu şəxsdə ki, gəldi bunu savundu, bu da elə nicadpərəstlərin başçısıdır. Bundan hamını çəkinərək bu qonuya toxunmurlar. Heç yeri gələndə də deyirlər, hə, gələk bunu deməyək. Hə, fast-food Erməni Azərbaycan düşməni şüarı yanlış düşüncədir. Yaxşı olar ki, deməyək. Bir difai mövzuya düşürük. Düşmana da bir haqq qazandırırıq, millətimizi də sustaldırıq, milli hərəkətdə sual altına aparırıq. Öz savadsızlığımızdan asılı olaraq.
İzahına gələk ki, lap əsli şüarlardandır ki, milli hərəkətə qarşı qullanılır. Kürd, Fars ya Rus, Fars, erməni, Azərbaycan düşməni. Bu şüardır. Bu rasisti şüar deyə yox. Buna bir göz ataq. Bəli. Əgər mən desəm Türk, Rus, Fars, erməninin düşmənidir, o olar rasizm. Bəli. Amma aya bu şüar onu deyir? Aya bir yer var ki, biz demiş olaq, milli hərəkət olaraq ki, biz milli hərəkət, biz türklər Kürdlərin düşmanıyıq. Harda belə yazılıb? Harda yazılıb? Bir dənə bir cümlə gətirilsin ki, biz türklər farsların düşmanıyıq. Bir dənə sənəd gətirilməz ortaya. Əgər bunu biz desək, hə, bu nicatpərəstdir. Amma biz bunu demirik axı. Ona görə üçün düşmən əli boşdur. Gəlib bizim şüarımızı elə yansıdır, sanki biz onu demişik. Şüarımız budur. A dünya, ay cahan, ay beynəlmiləl, Fars, Kürd, ermənidir mənlə düşmanca davranan. Mən ona düşmən deyirəm ki, odur mənlə düşmanca davranan. Bir nümunə deyək. Sizin bir yerdə yeriyirsiniz, bir məhəlləz var, məhəllədə yeriyirsiniz. Bir şəxs da var o məhəllədə. Siz hər dəfə o kütlədən rədd olanda o şəxs sizə yaxınlaşır, sizə hücuma keçir və sizi kötəkləyir, sizi vurur. Bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə. 6-cı dəfə siz o şəxs yaxınlaşanda sizə neynərsiniz? Yenə də getməlisiniz ki, sifətinə. Çıxıb gedərsiniz ayrı yerə. O şəxs ki, sizə dəfələrcə hücuma keçib, ondan uzaq gəzərsiniz. Bəli. Ayə siz ətrafyanıza, kənarınızda olanlara, uşağınıza, xanımıza, hər kəsə, böyle kənarınızda olan tanışlarınıza deyərsiniz ki, bundan uzaq durun, bu elə biraz bizdən müşkili vardı. Deyərsiniz, bəli. Bax, bunları siz deyəndə heç kəs sizə demir ki, siz rasistsiniz. Heç kəs sizə demir ki, siz nicatpərəstsiniz, bu şəxsə qarşı siz düşmanca davranırsınız. Sizə heç kəs bunu deməz. Niyə? Çünki siz deyirsiniz, bu hər dəfə mənə gəlib hücuma keçib, mən də bundan uzaq gələcəm, çünki bu mənə düşmanca davranır. Bunu heç kəs deməz rasistsiz. Amma biz gəlib deyəndə sənədlərə, tariximizə baxaraq ki, Fars əli ilə yaradılan ərteş, ki, Kürd əli ilə yaradılan ərteş, ki, erməni əli ilə yaradılan ərteş, keçən 100-200 il içində əlinə düşdüyü zaman dəfələrcə hücuma keçib bu məntəqədə, özəlliklə Güney Azərbaycanda olan şəxsləri qırğına məruz qoyub, qırıb, soyqırım edib, mən bunu deyirəm, bildik bu hər dəfə əlinə keçəndə bizim başımıza bu toy tutub, biraz uzaq gəzək. Ya dünya, bilin, bunlar bizə düşmanca davranırlar. Bunlar bizlə düşmanca davranırlar. Biz bunlarla yox. Bunlardırlar hər zaman əllərində güc keçəndə bizə həmlə edib, hücuma keçib, bizi soyqırıma məruz qalıblar. Bizim beynimizdə bunu yaratmaq istəyirlər ki, biz bunu desək, üşüyək, vay dədə deməyin bunu, nicatpərəst oluruq. Yox, nicatpərəsti deyil. Bu bir gerçək vaqiyyəti ortaya qoymaq. Bizlər bu millətlər tərəfindən ümumiyyətlə soyqırımlara, baskılara, hücumlara məruz qalan biriləriyik. Və doğal olaraq, haqlı olaraq bunu dilimizə gətiririk. Deyirik də, bunlar bizə düşmanca davranıblar. Bu şüar, yəni Kürd, Fars, erməni, Azərbaycan düşməni ya Türkün düşməni nə tənha rasisti bir şüar deyil, nə tək nicatpərəsti bir şüarı deyil ki, tamamilə tarixə dayalı yaradılan bir şüar, gerçək və heç bir mənfi yükü olmayan şüardır. Görəsən, bu qədər ki, biz özümüzdə, bu qədər birbirimizlə davalaşırıq, bu qədər biz öz içimizdə birbirimizlə boğuşuruq, bəhsə keçirik, öz içimizdə bütün işlərimizi sual-sorğu altına aparırıq. Görürsən, Farslar öz içlərində belədir. Siz bir dənə Fars tapa bilirsiniz. Fars mediasına mənsub, Fars siyasi təşkilatlarına mənsub olanları tapa bilirsiniz ki, qəbul eləsin ki, bizim haqqımız var ki, deyək, ən azı deyək, Güney Azərbaycan müstəqil olmalıdır. Bu haqqı bizə deməyinə bizi qəbul edən bir siyasi təşkilata mənsub olan birisi var. Vardı belə bir şəxs. Kürd siyasi təşkilatlarına bağlı olan, yaxud elə adi bir insan olan ki, çıxad ya, mən Kürd olaraq inanıram, soyuq bulaq, Muhabbət Azərbaycanın bir parçasıdır. Vardı birisi çıxsın desin, Sulduz Azərbaycanın bir parçasıdır. Yoxdur. Amma vardı bizim içimizdə insanlar ki, düşmandan öncə başlayıb məni suslayırlar, milli hərəkətə mənsub olan şəxsləri suslayırlar, milli hərəkəti suslayırlar ki, milli hərəkət radikaldır, milli hərəkət qeyri-mədənidir, milli hərəkət nicatpərəstdir, milli hərəkət irqçıldır. Vardı belə türklərin içində minlər dənə var. Nə yazıq ki. Və bu da bizim böyük dərdlərimizdən birisidir ki, bəzən yanlışcasına liberalizmi, azad düşüncəyə sahib olmaq haqqını sadə lohanə, düşmənə yem olmaqla tərs tuturuq. Və düşmən də bundan faydalanır.